Öncəki videolarımızda report view, table view və model view bölmələri haqqında ətraflı danışdıq və artıq məlumat modelimiz hazırdır. İndi isə bu məlumatlar üzərində hesablamalar aparmaq üçün DAX mövzusuna keçid edirik. DAX sözünün açılışı Data Analysis Expressions deməkdir. Bu Power BI-da hesablamalar aparmaq üçün istifadə olunan bir formul dildir. Əgər Excel istifadə etmisinizsə, orada çox güman ki, sum, if və average kimi funksiyalar görmüsünüz. DAX-da da həmin məntiqə bənzəyir. Amma bu DAX sırf Power BI üçün hazırlanıb və daha güclü imkanlara malikdir. Bəs DAX bizə nə üçün lazımdır? Məsələn, satış cədvəlimiz var və orada ümumi satış məbləğini görmək istəyirik, hesablamaq istəyiriksə DAX-dan istifadə edə bilərik. Və ya məhsulların o orta qiymətini, keçən ilin satışları ola bilər və ya bu ilin əvvəlindən bu günə qədər olan satış məbləğlərinin cəmini hesablamaq istəyiriksə, DAX vasitəsilə edə bilərik. Yəni, yenə deyirəm, DAX-ın əsas məqsədi məlumat üzərində müxtəlif hesablamalar aparmaqdır. Bəzən DAX ilə Power Query-ni qarışdırırlar. Power Query-də məlumat modeli yüklənməzdən əvvəl işləyir. Yəni, datanı təmizləyir. Lazımsız sütunları silə bilər, məlumat tiplərini dəyişə bilər, sütunları birləşdirə bilər və s. DAX-da isə məlumat artıq modelə yükləndikdən sonra işləyir. Məqsəd burada məlumatı dəyişmək deyil təbii ki, onun üzərində hesablamalar aparmaqdır. DAX bizdə üç hissədə istifadə olunur. Yəni bu hissəyə keçidək. New Measure-də, New Column-da və New Table-da. Biz indi kiçik bir formul yazaq. DAX-dan istifadə edərək. Satış cədvəlini seçirəm və burada bu günlük New Measure-dən istifadə edəcəm. Lakin növbəti dərslərdə New Measure-dən ətraflı danışacağıq. Sadəcə indi DAX-ı göstərmək üçün kiçik bir formula yazıram. Gördüyünüz kimi bu hissədə artıq bizdə formula bar açıldı və burada artıq yaza bilərik. Birinci ad veririk. Məsələn, total sales yazıram və bərabər qoyduqdan sonra artıq istədiyimiz funksiyanı çağıra bilərik. İstədiyimiz cədvəl və sütun adlarını da tətbiq edə bilərik. Mən sum etmək istəyirəm, cəmləmək istəyirəm və tab işarəsinə basıram. Artıq bizdə gördüyünüz kimi bu hissədə də bizə köməklik kimi column name yazır. Yəni artıq biz sütun adını yaza bilərik. Burada mən sales cədvəlini çağırıram və sales amount bu sütunu istəyirəm. Və bir də bu formula barda bizdə bəzən cədvəllər və cədvəl adı və sütun adları qarışa bilir. Burada sadəcə mötərizə içərisində olanlar sütun adıdır. Təhsil yazılanlar isə cədvəldir və bu cədvəlin adıdır sales. Qarşısındakılar isə sütun adlarımızdır, yəni mötərizə içindəkilər. Sales amount-u seçdim və burada gördüyünüz kimi mötərizə qırmızı rəngdədir və bu da nəyinsə səhv olduğunu göstərir əslində. Bu mötərizəni bağlasaq gördüyünüz kimi düzəlir. Lakin bu şəkildə də enter basıb təsdiqləsək, əksər hallarda mötərizələri Power BI avtomatik tamamlaya bilir bu şəkildə. Enteri basıram və əski olan mötərizəni özü avtomatik şəkildə bura doldurdu. Əgər biz bunu ləğv etmək istəsək, qarşısındakı X-a basa bilərik və təsdiqləmək istəsək də enter əvəzi buradan da commit edə bilərik. Artıq bizim mecamiz table-a düşdü. Bu hissədə görünür və indi bunu yoxlayaq. Ekranımıza kart vizual atıram və indi həmin mecamı kart vizualına göndərdim və bu şəkildə ümumi total sales görünür. Əgər daha sonradan reportumuza slicer və başqa filtrlər tətbiq etsək, o dəyişə bilər. Məsələn, slicer əlavə edirəm və bu hissədən payment method əlavə etdim. İndi isə hər hansı bir filtr tətbiq edirəm. Məsələn, cash seçdim və total sales dəyişdi. Daha sonra yeni bir dəyişiklik edirəm. Bu şəkildə dinamik şəkildə işləyir meca. Yəni meca haqqında növbəti videolarımızda danışacağıq.
Bu şəkildə artıq DAX nədir onu öyrəndik və DAX-ı növbəti videolarımızda istifadə olunan digər yerlərdə artıq ətraflı şəkildə öyrənəcəyik.